Vocabulaire progressif du français niveau intermédiaire. Copyright Clé internationale 2017. Unité 3. Les relations, les sentiments. Əlaqələr, sentimentler yani hisler. Bu ünite biraz uzundu. Olabilir 2 hissəli elədim bunu. Baxarıq. L'amour, sevgi. La rencontre, tanış olma, tanışdıq. Bir de contre var. Yani ki qarşılaşma. Contre qarşı deməkdir ki. Rencontre yani ki qarşılaşma, görüşmə. D'accord? Bu səndən asılı olmadan da ola bilər rastlaşma. Bir de istəyərək də planlaşdırılmış görüş də ola bilər. Pierre rencontre Marianne. Fikir verin, heç bir sözünü istəmir. Pierre Marianne'la rastlaşır, görüşür. D'accord? Pierre et Marianne se rencontrent. Burada se artırılıb, yəni qarşılıqlı görüşürlər, rastlaşırlar. Ils font connaissance. Faire connaissance tanış olmaqdır. Tanış olurlar. Pierre tombe immédiatement amoureux de Marianne. Pierre immédiatement, yəni ki dərhal neyinir? Tombe amoureux. Tombe amoureux, yəni fall in love deyirlər. Yəni vurulmaq, aşiq olmaq, eşqə düşmək, belə deyək. Amoureux. Bu être amoureux da var. Yəni kimisə sevmək, kiminsə aşiqi olmaq. Amoureux aşiq deməkdir. Tombe bu hadisədir. Aşiq olmaq yəni ki hadisə kimi. Yəni ki eşqə düşmək, bir adamı görüb vurulmaq. D'accord? Tombe bu hadisədir. Bir də var ki vurulandan sonra artıq ona aşiqsən, durum, vəziyyət. Fransızda bu hadisə və durum, vəziyyət fərqlənir çox vaxt. Bu da onlardan biridir. D'accord? Bir var məsələn être en panne, xarab vəziyyətdə olmaq hansısa bir şey üçün, bir işlək mexanizm üçün. Bir də var ki être en panne, tomber en panne. Onun kimi, d'accord? Tomber amoureux de Marianne. Marianne'a vurulur, Marianne'a eşqə düşür. C'est le coup de foudre. Coup de foudre şey deməkdir. Foudre bilirsiniz şey deməkdir. İldırım. Coup da zərbə deməkdir. Coup-nun çox mənası var, indi zərbə. Hə, ildırım zərbəsi, yəni ki qəfil vurulmadır da, yəni ki ilk baxışdan sevgidir falan. D'accord? Marianne tombe amoureuse, bu da qadın cinsində, qadın olduğuna görə amoureuse oldu. De Pierre. Pierre vurulur o da. Elle est folle de lui. Onun üçün deyir, ondan ötürü dəlidir. Yəni ki folle, folle dəli deməkdir. De lui, ondan ötürü dəlidir. D'accord? Pierre n'est pas dragueur. Dragueur değil Pierre karaktercə. Draguer feilindən yaranıb. Draguer feilin başqa mənası da lazım deyil, siz baxarsınız lüğətdə. Ancaq draguer feilin bir mənası nə deyir ona? Qıza yürümək də elə bil türkçədə deyirlər. Yəni qıza patrol eləmək tutaq ki. Qız da ola bilər, yəni dragueuse da ola bilər əlbəttə. Bu o feildən yaranan sözdür. C'est Marianne qui le drague. Ok bak. Di Pierre dragueur değil. C'est Marianne. Marianne'a vurguluyor. Bu Marianne'dır. Kim ki drage eləyir. Onu drage eləyir. Yani ki ona yürüyor. Mais finalement ama ahırda Pierre lui fait sa déclaration d'amour. Pierre ona eləyir nəyi? Sevgi beyanı edir. Deklarasyon beyan deməkdir, beyan etmə. Deklarasyon d'amour sevgi, eşq elanı da belə deyək. Eşq elanı eləyir. Bunu da fe'lə işlədib. Çox təbii. Öz eşq elanını edir ona. Lui, yəni ki Marianne'a. D'accord? Yəni bunlar eşq elan eləmək, beyan eləmək kimi də elə bil. Bizə deyirlər sevgisini etiraf eləmək, günahdır sanki. Bunlar amma bir beyan ki. Il l'adore. O ona məftundur. Yəni ki onu çox sevir falan. Məftun söz hardan dilimə gəldi bilmirəm. C'est la passion. Bu passion'dır. Yəni ki bu bir sevgidir, dərin ehtirasdır falan. Pierre embrasse Marianne. Pierre Marianne'ı öpür. Embrasse feilini bilirsiniz ki bu qucaqlamaq yox, artıq öpmək mənası verir. Pierre et Marianne s'embrasse. Pierre və Marianne öpüşürlər. Bu qarşılıqlıdır artıq feil. Se artırılıb. Réciproque feildir. Şəkildə görürsünüz. Ils échangent un baiser. Baiser öpüş deməkdir. Échanger yəni exchange eləməkdir. Öpüş exchange eləyirlər. Yəni demək ki bir-birini öpürlər. Un jour, bir gün, ils font l'amour. Faire l'amour bu make love yəni ki sevişmək. Make love kimi də faire feili həm də make'dir. Et deviennent amants. Və olurlar, bir gün onlar sevişirlər və olurlar amant, yəni ki sevgili, aşiq falan. D'accord? Amant.
ils entament. Entamer başlamaq deməkdir. Başlatmaq, başlamaq. Commencer şeydir. Yəni commencer də işlənə bilər burada. Une liaison, bir liaison, yəni ki birliktelik, yəni ki bir yerdə olma. Lié, yəni münasibətdə əlaqə, münasibət başladırlar. Une relation amoureuse, sevgi relasyonu başlatırlar. Kısaca liaison demək olar, relation demək olar. Amour da demək olardı. D'accord? Entamer feili bir şeyi başlatmaq, bir şeyin açılışını eləmək və s. Vivre à deux. À deux ikilikdə deməkdir. Vivre à deux ikilikdə yaşamaq. D'accord? İkilikdə yaşamaq. Pierre vit seul. Pierre tek yaşayır. Alors, Pierre et Marianne se voient chez Pierre. Pierre ve Marianne deməli görüşürlər Pierre'in evində. Puis Marianne va vivre avec Pierre. Marianne gedir yaşamağa, va vivre, aller vivre. Yəni yaşamağa gedir avec Pierre, Pierre'lə. Elle s'installe chez lui. O s'installer yəni yerləşmək. Onun evinə yerləşir, onun evinə köçür də o mənada, köçür orada yerləşir. Ils vivent ensemble. Onlar yaşayırlar ensemble birlikdə, en couple, ikilikdə, cütlük şəklində yaşayırlar. Couple, cütlük demək. Cüt mənası var. Pierre demande Marianne demande en mariage. Demander en mariage evlənmə təklif eləməkdir. Pierre Marianne'a evlənmə təklif edir. Mais Marianne, ama Marianne ne veut pas, istəmir, se marier, evlənmək istəmir, car, çünki elle est trop jeune, o çox gəncdir. Yəni evlənmək üçün çox gəncdir, o mənada çox gənc yox. D'accord? Elle préfère rester célibataire, o üstün tutur, tercih edir, rester, qalmağı, célibataire, subay qalmağı, mais mais də ola bilər burada. Vivre en concubinage, konkubinajda yaşamağı tercih edir. Yəni ki, vətəndaş nikahında deyə də belə deyim. Azərbaycanca belə bir ifadə var. D'accord? Vivre à deux, bu konkubinajı izah edir. Vivre en concubinage izah edir. Vivre à deux, ikilikdə yaşamaq, sans être marié, evli olmadan. Le mariage, nikah, evlilik belə deyim. Un an après, yəni o hadisədən, yəni bu hadisələrdən bir il sonra, d'accord? İndiki zamandan bir il sonra deyəmərik un an après, d'accord? D'ici un an demək olardı, ya da nə bilim, dans un an demək olardı. Yəni o hadisələrdən, keçmişdə ya da gələcəkdə hansı bir hadisədən danışırıqsa, həmin hadisədən bir il sonra deyəndə un an après demək olar. Marianne accepte, qəbul edir, d'épouser, evlənməyi. Accepte feili özündən sonra başqa bir feil gələndə arada dö istəyir. Épouser evlənməkdir. Se marier avec. Bax, se marier avecdir. Épouser feili sözünü istəmir. Épouser Pierre. D'accord? Amma se marier avec-lə zad nə olur? Ona görə bunu bura əlavə edib avec. D'accord? Mais amma elle ne veut pas se marier à l'église. Amma o istəmir neyləməyi? Evlənməyi, kilsədə evlənməyi. Yəni ki, bərabərdir. Elle ne veut pas, istəmir d'un mariage religieux. Dini nikah istəmir. Elle préfère, o üstün tutur, se marier, evlənməyi à la mairie. Meriyada evlənməyi. Orada nikahı meriyalar həyata keçirir. Elle préfère un mariage civil. O, sivil mariage, yəni ki, vətəndaş, dövlət nikahı belə deyək, dövlət nikahı üstün tutur. Pierre və Marianne envoient, göndərirlər leur faire part de mariage. Faire part dəvətnamədir. Faire part de mariage, nikah dəvətnamələrini göndərirlər. Leurs deux meilleurs amis, onların iki ən yaxşı dostları, yəni best friend, seront, olacaqlar, leur témoin. Témoin, yəni ki, şahid. Témoigner, şahidlik eləmək feili var. Après le mariage, mariagedan sonra, nikahdan sonra, les mariés, evlilər, marié sözü burada görürsə isimləşib, part, yola düşürlər, gedirlər, en voyage de noces. Nos toy deməkdir, cəmdə işlənir həmişə. Les noces de Figaro. Məsələn, cəmdə. Demək, hara yola düşürlər? Voyage de noces, yəni ki, toy səyahətinə.
ils passent, onlar keçirirlər leur lune de miel. Lune de miel, bal ayı, miel baldı bilirsiniz. Lune de aydı. Bal ayı keçirirlər. À Rome, Roma'da. Ils sont très amoureux. Onlar çox amoureuxdülər, yəni çox aşiqdilər. Bir-birini çox sevir. Ils s'entendent bien. Onlar yaxşı yola gedirlər. Entendre eşitmək də bilirsiniz. S'entendre bir-birini eşitmək, yəni yaxşı yola getmək deməkdir. S'entendre. Yaxşı yola gedirlər. Ils sont heureux. Onlar xoşbəxtdirlər. Ensemble birlikdə. C'est une belle rencontre. Bu gözəl bir rastlaşmadır. Yəni bunların rastlaşması. Quel beau couple. Necə də gözəl cütlükdür. Necə gözəl cütlük falan böyle bir şey. Remarque. Qeyd. Birincisi. Pour désigner l'autre. Başqasını désigner eləmək üçün. Dans une relation amoureuse. Bir sevgi münasibətində. On peut dire. Deyə bilərik. Quand on n'est pas marié, evli deyilsə. Hə, mon ami, hə. Deməli, o birisi tərəfi də belə deyib. Əgər evli deyilsənsə, sevgi münasibətində olduğun tərəfi, əks tərəf, l'autre deyəndə onun sərtdir. Onu désigner eləmək üçün, yəni onun kim olduğunu izah eləmək üçün, təyin eləmək üçün. Dəqiq. Ona nə deyirlər? Mon ami deyə bilər. Məsələn, mon ami. Ona görə dosta çox vaxt mon ami demirlər. Dostun adını deyəndə deyə bilər məsələn ki, mon ami Ivan. Dəqiq. Amma mon ami deyəndə adətən kontekstdən asılıdır əlbəttə. Amma mon ami deyəndə adətən yəni ki, sevgili nəzərdə. Mon ami burada qadın cinsində. Mon petit ami, ma petite amie, ma petite amie belə deyirlər. Ma petite amie bu ö tələffüz olunmur. Balaca dost, yəni yenə bu da sevgili deməkdir. Mon petit copain. Petit sözünü yəni tək bura aid deyil. Fransızda petit sözünü çox işlədirlər. Dəqiq. Mon copain, çox vaxt copain, copine deyirlər əlbəttə. Petit də artırma olar ora. Mon compagnon, biraz daha elə bir yetişkin sözüdür sanki. Amma copain, copine cavanlar daha çox bunu işlədir. Quand on est marié, nə var ki evlisən, ona deyirlər mon mari, ərim, ma femme, arvadım. Mon époux, bu biraz daha rəsmidir. Mon épouse, bunlar rəsmidir. İngiliscələri var, spouse deyəsən ha. Ma conjoint, eşim. D'accord, ma conjoint, conjointe. D'accord. İkinci, ami et copain, copine s'emploie aussi pour parler d'une relation d'amitié. Bəli. Ami, copain burada normalde dost, yoldaş deməkdir. Amma necə boyfriend, girlfriend deyirlər ingiliscəndə də. Bunlar işlənir, həmçinin dostluq münasibətindən danışmaq üçün. Amitié, dostluq deməkdir. Un dîner, bir axşam yeməyi, une soirée, bir axşam soiresi, bir partisi. Entre amis, dostlar arasında. Entre copain, copainlər arasında. Yəni dostlar arasında. Mon ami, bir dost, mənim dostum. Un ami deyirlər çox vaxt. Un ami ya da une ami cinsini də bildirmək üçün. Mon ami deyəndə şifahidə cins bilinmir. Ma telefonu, mənə zəng vurdu. Hə, mon ami, burada bax, relation amoureuse yazıb. Mon ami, ma telefonu, yəni mənim dostum, yəni sevgilim mənə zəng vurdu. D'accord? Burada əgər heç bir kontekst vermiriksə, demək sevgili nəzərdə tutulur. Amma un ami, une ami deyəndə ma telefonu, burada artıq başa düşülür ki, bu dostluqdur. Un ami, çünki hər hansı bir dostdur bu un artiklı ilə. Un artikli ilə. Yoxsa burada məsələn mon ami deyəndə deyir hansı dostun? Sən bəyən bir dənə dostun var, amma bir dənə olan nədir? Daha çox partenerlərdir. D'accord? Amma un ami, une ami qeyri-müəyyən artikeldir. Deməli, yəni bir çox dostum var. Onlardan biri mənə bu gün zəng vurdu. D'accord? On appelle la personne aimée. Hə, sevirdiyinin insanı necə appel edirlər, necə müraciət edirlər? Məsələn, mon chéri, ma chérie. Bu yəni partner olmaya da bilər. Bu məsələn çox sevdiyin adama da bunu deyirlər. Ailə içərisində falan. D'accord? Mon amour. Bu da yenə yəni ki işlənə bilər. Mon cœur, ürəyim falan. Mon trésor falan. Burada qoşu nöqtə qoyub, yəni ki 3 nöqtə qoyub, yəni ki bu siyah uzana bilər. Différentes manières de vivre en couple. Vivre en couple-ün, yəni ki ikilikdə yaşamanın müxtəlif manierləri, tərzləri, növləri kimi. Deux personnes, iki insan qui désirent, kim ki arzuluyur vivre ensemble, bir yerdə yaşamağı, peuvent, nə edə bilər? Se marier, evlənə bilər, ou vivre en concubinage, ya da concubinajda yaşaya bilər. Depuis 1999, 1999'dan bəri, onlar, kimlər yəni? Deux personnes qui désirent vivre ensemble. Bir yerdə yaşamaq istəyən iki insan. Yəni deux personnes burada cəmdə və feminin olduğuna görə burada eldir. Elles peuvent aussi, onlar deməli, həmçinin nə edə bilərlər? Se
se pakse bu şey deməkdir. Se pakse yəni bir-birinə bağlanmaq da, pakt bağlamaq. Conclure un pact, bir pakt bağlaya bilərlər, conclure eləyə bilərlər, yəni conclude eləyə bilərlər də. D'accord? Pacte civil de solidarité. Solidarité sivil paktı bağlaya bilərlər. Yəni nikah deyil də bu. 99-dan yəni ki bu qanun qəbul olunur falan deməkdir. Le pact, bu pakt nə edə bilər? Détermine, təyin edir certains bəzi droit, hüquqlar et obligation, vəzifələr. Evli olanda onsuz da bir-birinə qarşılıqlı hüquq vəzifələr yaranır, amma bu paktda əsasən də hüquq vəzifələr, müəyyən hüquq vəzifələr yaranır. Le mariage homoseksual nikah n'étant pas autorisé en France, hansı ki Fransada otorizə deyil, yəni icazə verilmir, qanundan otorizə. De nombreux olmadığı üçün bu dərs qrammatik kitabına baxa bilərsiniz. Bu partisip prezandır. Partisip prezan səbəb bildirə bilir. Olmadığı üçün deməkdir bu. Yəni homoseksual nikah Fransada legal, otorizə olmadığı üçün de nombreux couples homoseksuel, bir çox sayılı, bir çox homoseksual cütlük font le choix de se paxer. Deməli, font le choix, seçim edirlər. Nə seçim edirlər? De, choix de nə seçimi? Se paxer seçimi. Yəni ki, bu pakt bağlamaq seçim edirlər. Rəsmi nikah, mariage sivil bağlaya bilmədikləri üçün qanunla. D'accord? Ce qui n'interdit pas le pacte au couple hétérosexuel, bien sûr. Hansı ki deyir, bu şeyləmir. Bu pakt bağlamağı nikah yox, paktda belə deyir. Heteroseksual cütlüklərə də qadağanlamır əlbəttə ki. Yəni bu belə bu olması. Yəni ki, istəsələr o heteroseksual cütlüklər də bu paktdan bağlaya bilərlər, nikah istəmirlərsə. D'accord? De l'amour au conflit. Sevgidən, bu hecalayanda səhv edirəm. Sevgidən konfliktlərə. Kevin Elvire et Elvire sont mariés, evlidirlər depuis 4 ans, 4 ildən bəridir ki evlidirlər, mais amma ils ne s'entendent plus du tout. Onlar artıq ne plus, yəni ki artıq no more, s'entendent yola getmirlər, du tout, qətiyyən yola getmirlər, at all kimi də. Et se dispute, mübahisə edirlər constamment. Constamment o deməkdir ki, dayanmadan. Leur vie onların həyatı est devenu, became un conflit permanent. Permanent konfliyə çevrilib. Yəni ki, daimi konfliktə çevrilib onların həyatı. Permanent inqilab. Bu el kimsə, qadındır. Yəni ki, bu Elvire. Il faut qu'on parle. Gərək ki, biz danışaq. Tous les deux, ikimiz. Kevin nə deyir buna? Qu'est-ce que tu veux me dire? Qu'est-ce que nə tu veux me dire? Demək istəyirsən. Mənə nə demək istəyirsən? Que tu ne m'aimes plus? Demək istəyirsən ki, que bunun davamıdır. Demək istəyirsən ki, elə bir o yoxdur da o hissəsi. Ki-dən başlayır. Sən artıq məni sevmirsən. Qadın cavab verir. Au contraire, əksinə, je voulais, istəyirdim, te dire que, sənə demək ki, malgré, baxmayaraq nəyə? Despite da elə bil. Tes scènes de ménage. Scène de ménage, yəni ki, ailə münaqişəsi. T yəni burada sənin ailə münaqişəsi, yəni sənin yaratdığın münaqişələrdə. Menaj ailə, household deməkdir. Sən də səhnədir əslində. Ailə səhnələri, yəni ailə daxili münaqişə deməkdir bu. Scène de ménage. Sən deyir, sənin scène de ménage'larına baxmayaraq yaratdığın münaqişələr, yəni onun sənətdə. Malgré nos disputes, dispütlərimizə, yəni mübahisələrimizə, dispüte mübahisə deməkdir, qarşılıqlı olduğu üçün. Dispütlərimizə baxmayaraq, je voudrais, mən istəyirəm, qu'on essaye, istəyirəm ki, biz çalışaq de se réconcilier. Réconcilier eləmək, yəni barışmağa çalışaq. İki cavab verir, ça tombe mal, yerinə düşmür deyir bu, yəni ki, yerinə düşmədi, yəni ki, bu düzgün deyil, uyğun deyil kimi bir şey. Je viens d'apprendre, təzəlikcə öyrənmişəm ki, venir de passé récent, yəni təzəlikcə baş vermiş keçmiş zaman,
Mən təzəlikcə öyrənmişəm ki, burada ki deməkdir, ki bağlayıcısı. Tu me trompais. Sən mənə xəyanət eləyirdin. Eləyirsən, yəni ki, keçmiş zaman olduğuna görə yox, keçmiş zaman eləyirdin. Okay, imperfect işləməlidir. Avec Thomas. Thomasla mənə xəyanət eləyirdin. Et pour moi, mənim üçün la seule solution, tək həll yolu est la rupture. Qırılmadır, ayrılıqdır. La séparation, séparation ayrılıq deməkdir. Je veux te quitter. Mən istəyirəm te, səni quitter, tərk eləmək. Tu comprends? Başa düşürsən? Je demande le divorce. Mən divorce tələb edirəm. Yəni ki, boşanma. Mən elə bir kino dubləj edirəm, elə bir serial dubləj edirəm sanki. Ouais, mikrofon da qabağımda belə əməli başladı. Alors, mən divorce tələb edirəm, yəni ki, boşanma tələb edirəm. Qadın cavab verir, tu veux divorcer? Divorce, le divorce. Yəni ki, boşanmadır, masküləndə. Divorcer feil. Tu veux divorcer? Boşanmaq istəyirsən. Tu n'es pas sérieux? Ciddi değilsən. Ciddi değilsən kimi. J'ai eu cette petite aventure. Mənim olubdu deyir. J'ai eu. I had. Mənim olub bu balaca aventuram, yəni Thomasla sans lendemain, sabahı olmayan bir aventuram, balaca bir aventuram olub deyir sadəcə. D'accord? Ötə izah eləyib ki, une liaison de courte durée, yəni qısa müddətli, courte durée, qısa müddətli, li. Bu d burada l-li bildirir. Qısa müddətli liaisonum, yəni əlaqəm olub deyir. Sans lendemain, bu da bir ifadətdir. Aventure sans lendemain, qısa müddətli, sabahı olmayan münasibət. Parce que, çünki nous traversions, biz keçirdik une crise, bir krizin ortasından keçirdik. Mais je n'ai pas du tout envie, je n'ai pas, du tout'unu gəlin burada ayıraq. Du tout yuxarıda da var idi, burada da var idi du tout. Qətiyyən deməkdir, at all. Je n'ai pas envie, mənim istəyim yoxdur, istəmirəm, qətiyyən istəmirəm du tout'unu qoyanda. Ki, nous quittions, biz bir-birimizi tərk eləyək. Quitter burada tərk eləməkdir. Nous, yəni se quitter, bir-birini tərk eləmək. Toi et moi, sən və mən. Et puis, sən və mən burada deyək, yəni, burada tamamı nəzər tutdu. Et puis, d'ailleurs, və sonra, yəni bundan da əlavə, d'ailleurs, digər tərəfdən, d'ailleurs, comment as-tu appris? Sən necə öyrəndin? Ma liaison, mənim liaisonumu, yəni münasibətim, avec Thomas, Thomasla münasibətini necə öyrəndin? C'est lui-même, bu o özüdür qui m'a parlé. Yəni Thomas özü lui olduğundan bildik kişi cinsində. Özüdür kim ki mənə danışdı. D'accord? Yəni bunu mənə özü danışıb. Özünü vurğulamaq üçün bu formada deyirlər fransızda. Ce matin, bu səhər. Bu səhər m'a parlé, parlé-nin döysüdür bu. De vos projets d'avenir. Sizin gələcək planlarınızdan. Proje plan deməkdir. Biz plan deyirik, gələcək planı. Karyera planı, təhsil planı falan. Proje deyirik. D'accord? Həftə sonu planı, bu axşama plan, gələcək planı bu. Thomas'la Marie, kimlə bunlar? Bilməm. Bunların кейsində kimi. D'accord? Davam edirəm. El, cavab verir qadın. Quel menteur, nə yalancıdır. Menteur yalancı deməkdir. Mentöz qadın cinsində. Nə yalancı, necə yalancı, yəni ki, Thomas haqqında deyir. Je lui, mən ona, dit, dedim, hier, dünən, ki, mən ona dünən dedim ki, c'était terminé, bu bitib, entre nous, bizim aramızda bitib. Je le déteste, mənim ondan xoşum gəlmir, yəni ki, déteste. D'accord? Je le hais, bu orada ona nifrət edirəm. Daha güclüdür. Déteste, xoşum gəlmir deməkdir. Je le hais, o deməkdir ki, mən ona nifrət edirəm. Bu daha ağırdır, yəni bu ayıq feili, bunun konjugasyonuna baxın istəyirsiniz. Mais, ama toi et moi, sən və mən, ne pouvons-nous pas recommencer à zéro? Sənlə mən, biz deyir, neynəməyə bilmərik? Recommencer, yenidən başlamaq, à zéro, sıfırdan yenidən başlaya bilmərik. Ki cavab verir ki, je te propose que, mən sənə təklif edirəm ki, on se sépare, ayrılaq, biz ayrılaq, provisoirement, provisoire müvəqqəti deməkdir, isim, adjektiv kimi, provisoirement da
adverbləşib müvəqqəti olaraq ayrılar, et puis və sonra on verra, baxarıq, görərik. Əslində görmək feilidir, amma baxarıq deyildi biz özündə. Hə, sonra görərik, sonra baxarıq. D'accord, on verra. Bu istənilən şeydir, çox istənilən şeydir bu. On verra bien, baxarıq, görərik yəni. D'accord. Kevin et Elvire ont fini par divorcer. End up with the, on finir par. Finir par işlenen şeydi. İngilizce'de end up with deyirlər. Divorce'lə axırda boşandılar da belə deyək. Car, çünki après Thomas'dan sonra il y a eu, oldu, Mathias oldu, Hervé oldu, et d'autres və digərlər oldu. Yəni ki, Elvire'nin həyatında. Elvire est maintenant l'ex-femme de Kevin. Kevin'in ex-femme'ıdır. Yəni ki, keçmiş arvadıdır. Et Kevin est son ex-mari. Onun keçmiş əridir. Kevin voulait, istəyirdi, avoir, sahib olmaq, yəni götürmək, özünə götürmək. La garde de leur fille, Léa, öz qızları Léa'nın gardını əldə eləmək. Yəni ki, onun saxlama hüququnu, uşağı, yəni boşananda uşağı saxlama hüququnu Kevin istəyir ki, özü əldə eləsin, avoir feili. Il voulait, o istəyirdi. Il voulait que, o istəyirdi ki, Léa vive, yaşasın. Subjonktifdir bu. Avec lui, onunla yaşasın. Mais Elvire, ama qadın, a obtenu, əldə etdi, qu'ils aient, əldə etdi ki, yəni nail oldu kimi. Ils aient, onların, il yəni Kevin'dən onun da, iki valideynin, onların olsun, bu da subjonktifdir. La garde partagée. Partagé, yəni bölüşülən qard hüququ, yəni bölüşdürülmüş, bərabər bölüşdürülmüş saxlama hüququ olsun ikisinin də. D'accord? Léa vit à moitié chez son père, à moitié chez sa mère. Léa yaşayır, deməli, à moitié yarı atasının evində, yarı anasının evində. Bu deyirlər qard partagé, rezidans alternə deyirlər buna. Voilà, az yayılmış şeydir əlbəttə. Ama olur. Kevin s'est remarié. Kevin yeniden evlendi. Léa a maintenant une belle-mère. Léa'nın var hal-hazırda bir belle-mère, ögey anası, mother-in-law, une demi-sœur, bir yarı bacısı, yəni ki, ögey bacısı, et un demi-frère və bir yarı qardaşı, yəni ki, ögey qardaşı. Les joies. Üçüncü səhifədir bu artıq. Sevinclər. Et les peines. Kədərlər də, yəni ağrılar, əzablar falan. Les émotions, emosiyalar. Rire, gülüş, gülmək. Le rire, gülüş. Yəni eyni sözdür. Le artıranda gülüş var. D'accord? Bunun əksi pleurer. Niyə bu bunun əksidir? Neyse. Pleurer, ağlamaq. Les larmes, gözyaşı. Éclater de rire. Éclater partlamaqdır. Gülməkdən partlamaq. Fondre en larmes. Gözyaşına boğulmaq kimi. Yəni gözyaşına qərq olmaq. Fondre. Ərimək falan. Éclater en sanglots. Sanglot içərisində, yəni ki, hönkürüb ağlamaq kimi. Rire aux éclats. Qəhqəhənlə gülmək kimi. Mourir de rire. Gülməkdən ölmək. Pleurer à chaudes larmes. İsti gözyaşı ilə ağlamaq. Yəni çox ağlamaq kimidir bu, yəni həqiqətən ağlamaq belə ürəkdən ağlamaq kimi. Éprouver hiss eləməkdir. Éprouver de la joie, sevinc hiss eləmək, sevinc duymaq. Éprouver de la tristesse. Trist kədərli deməkdir. Tristesse kədər. Bizdə kədərdən kədərli yanır. Bunların dilində tristesse. Éprouver, yəni kədər hiss eləmək. Avoir du chagrin, kədəri olmaq. Chagrin də kədər deməkdir. Bu sözün maraqlı etimolojisi var, istəsəz baxın. De la peine, avoir de la peine, yəni əzabı, ağrısı olmaq. Réjouir, feil, sevindirmək, sevinmək yox, sevindirmək. Cela me réjouit, bu məni réjouir edir, yəni sevindirir, əyləndirir. Attrister, trist sözündən yaranır, trist sözünü burada görürsünüz bunun kökündə. Attrister, kədərləndirmək.
Kədərlənmək yox, kədərləndirmək. Chagriner də kədərləndirmək. Cela m'attriste beaucoup. Bu məni çox kədərləndirir. Se artıranda olur sevinmək. Se réjouir sevinmək. Être gai şən olmaq. Bu yenə hərəkətdir, hadisədir. Bu haldır. Être triste, qəmgin olmaq. Bu da haldır. Être heureux, xoşbəxt olmaq. Se sentir heureux, özünü xoşbəxt hiss eləmək. Être malheureux, bədbəxt olmaq. Se sentir malheureux, özünü bədbəxt hiss eləmək. Le bonheur, xoşbəxtlik. Le malheur, bədbəxtlik. D'accord? Remarque. Remarque, les larmes, gözyaşları, ne traduisent pas toujours la tristesse. Həmişə tristesse, yəni kədər mənası vermir. D'accord? On pleure, ağlayırsan, parfois, bəzən, de joie, sevincdən, dandan. Ou de rire, ya da gülməkdən. Rire aux larmes, ağlayana kimi gülmək, yəni gözündən yaş gələnə kimi gülmək. D'accord? Quelques expressions, bəzi ifadələr. Avoir les larmes aux yeux, gözündə yaş olmaq. O deməkdir ki, ağlama limitində olmaq, yəni az qala ağlamaq, gözü dolmaq da belə deyək. Avoir le fou rire, dəli gülüşü olmaq, yəni dəli gülüş tutmaq. O deməkdir ki, rire à ne plus pouvoir s'arrêter, dayana bilmədən gülmək. Gülürsən və dayana bilmirsən artıq. C'est pour rire, bu gülməlidir deməkdir. C'est pour rire, yəni kimsən səsətdən, c'est pour rire, bu gülmək üçündür, yəni ki, gülməlidir, ciddi söhbət deyil. D'accord? Neyəsə inanmayanda deyirlər bunu, ya da nə bilim, bir hərəkət xoşuna gəlməyəndə falan. La mort, ölüm. Həm də ölü deməkdir, burada indi la anında. Annette, la mère de Sylvie, Sylvie'nin Annette kimdir? Virgül qoyub izah eləyir. Sylvie'nin anası vient de mourir, təzəlikcə öldü. Vient de mourir. Passé récent yenə bu. Elle est décédée. Décédé də ölməkdir. Bu belə də deyirlər. Bu biraz rəsmidir. Passed away kimi. Hier matin, dünən səhər. Sylvie vient de perdre. Təzəlikcə itirdi. Sa mère, anasını. Elle annonce. O anons edir, elan edir. La triste nouvelle, kədərli xəbəri, bu kədərli xəbəri. Triste nouvelle du décès, décédənin elə bir isim forması. Bu ölüm, bu kədərli ölüm xəbərini. Du décès de sa mère, anasının ölümünün kədərli xəbərini kimə anons edir? Elle annonce kimə? A ses meilleurs amis, öz ən yaxşı dostlarına bildirir. Son père, onun atası, essaye de ne pas s'effondrer, çalışır yıxılmamağa, yəni ki, bərk durmağa, möhkəm durmağa. Effondrer yıxmaqdır, s'effondrer də yıxılmaq, yəni ki, məhv olmaq kimi. Il n'est pas complètement abattu. Battre feilindən yanar bu. O deyir tamamilə abattu olmadı, yəni ki, bit olunmadı da, yəni ki, məğlub olmadı bu kədərə filan, dəqiq. Tamamilə düşmədi bu kədərdən, bu hadisə onu məhv eləmədi kimi, yəni. D'accord? Il fait des efforts pour réagir. O cəhd edir, səy göstərir, réagir, reaksiya göstərməyə, yəni ki, buna dözməyə. D'accord? Il fait preuve, faire preuve nümayiş dönüşdənir, nümayiş elətdirmək, yəni ki, sübut eləmək, nümayiş elətdirmək o mənada, sübut kimi nümayiş elətdirmək. O deyir, nə nümayiş elətdirir? Un grand courage, böyük bir cəsarət nümayiş elətdirir. D'accord? Cəsarət də yox, buna cəsurluq deyək, cəsurluq nümayiş elətdirir. Yəni ki, bu böyük bir cəsurluqdur buna dözmək kimi də. Les amis, dostlar, veulent, istəyirlər, savoir, bilmək. Quand, nə vaxt, aura lieu, baş verəcək, take place, will take place, bu gələcək zamandır. L'enterrement. Terre sözü var bunun kökündə görürsünüz. Terre torpaq deməkdir. Enterrement, enterré feili var. Buralarda eki var. Hə, enterré feili bastırmaq, torpağa bastırmaq. Enterrement da dəfn, torpağa bastırmaq. Les obsèques. Bu şeylərə deyirlər də, mərasim. Quand, nə vaxt ki, la famille, ailə va enterrer Annette, nə vaxt ailə, hə, bu eyni sualdır. Quand aura lieu l'enterrement, virgül qoyub eyni şeydir. Quand la famille va enterrer Annette, Annette nə vaxt dəfn edəcək.
Sylvie yani kızı explique que izah edir ki sa mère onun anası ne sera pas enterrée. Burada pasifdədir. Gələcək zaman pasifində dəfn olunmayacaq. Mais incinéré olunacaq. Yəni ki, yandırılacaq. La crémation, crémasia yəni ki, cérémonie d'incinération yəni yandırma mərasimi, kremasiya mərasimi aura lieu baş verəcək, baş tutacaq will take place mardi ikinci günü après-midi günortadan sonra le krematorium o ölüləri yandırılan yerə deyirlər. O izah verir burada. Haradakı on incinère yandırırlar les morts ölüləri. Se trouve yerləşir, həmin yer yerləşir à l'entrée girişində du cimetière qəbirstanlığın girişində yerləşir. Yəni qəbirstanlıq okey. Cimetière cimetière izah eləyir. Qəbristan on les enterre. Hardakı onları, yəni ölüləri dəfn edirlər. Cimetière. L'expression ifadə faire une tête d'enterrement. Belə bir ifadə var. Enterrement sözü gedir deyə buradan verib ki bunu. Dəfn, tête görünüş deməkdir. Baş mənası, yəni görünüş, üz, sifət görünüş. O deməkdir ki, avoir l'air très triste. Çox hərfi tərcüməsini deyə də dəfn görünüşü olmaq. Təkrar yas görünüşü, dəfn görünüşü olmaq. O deməkdir ki, yəni çox kədərli görünmək. Airlə tête burada eyni şeydir. Görünüş deməkdir. Təkrar. Tête-lə görünüş mənasında çox ifadələr var. Quand on perd un ami, nə vaxt ki itirirsən bir dostunu, ou un parent proche ya da bir yaxın valideyni, yaxın bir qohumu yəni aslında, on est en deuil. Deuil yas deməkdir. Yasda olursan. Yəni ki, kədərdə yasda olursan. Un enfant, bir uşaq qui a perdu ses parents, kim ki itirib valideynlərini, est orphelin. Yetim. Une femme, bir qadın qui a perdu son mari, kim ki itirib öz ərini, est veuve. Dul. Un homme qui a perdu sa femme, bir kişi, kim ki itirib arvadını, est veuf. Veuve, qadın cinsində bilirsiniz ki, fıvıya geçir. Voilà. Lors de l'enterrement, enterrement vaxtı, on dépose, déposer qoymaqdır, poser də qoymaqdır, déposer də qoymaqdır. Déposer eləyirlər, qoyurlar, généralement, adətən, des gerblər, yəni o gerb formasında gül çələngidə, o mənada, des couronnes, bu couronne formasında gül çələngi, d'accord? Ou de tac formasında, de simple bouquet ya da sadə buketlər, gül buket, buket fleur, gül buketləri. De burada görürsünüz, de bu D artiklıdır. D artiklı S hərfini itirib, burada de qalıb. Niyə olub bu? Adjektiv əvvəldə gələndə və cəmdə olanda belə olur. D'accord? Hara qoyurlar? Sur la tombe. Tombun üzərinə. Tombe yəni qəbir. Tombe du mort. Ölünün qəbrinin üzərinə. O cimetière. Qəbirstanlıqda. Cimetière sözü burada da var idi. Voilà. Les sentiments, hisler. Éprouver un sentiment. Bir hisselemek. D'accord. Jean éprouve, hissedir, de la tendresse. Bu fikir dönüşler. Yəni hansısa hissin qabağında dönüşlər, onu hiss eləmək mənasında. Çünki bu partitif olmalıdır da burada, partitif məntiqi ilə. Partifi burada tezdən izah eləmək istəmirəm. Video onsuz da uzun olacaq. A une grande affection, deməli, tendresse hiss eləyir. O deməkdir ki, başqa sözlə, ona qarşı böyük affeksiyonu var, yəni şəfqət hissi var. Pour sa fille, öz qızı üçün. D'accord? Tendresse. Voilà. Et sa fille, onun qızı, lui rend bien. Bunu ona qaytarır. Yəni ki, ona da qarşılıqlı da o mənada. Ona qarşılıqlı eyni hissləri bəsləyir deməkdir. Elle est généralement très tendre et affectueuse avec lui. O da adətən ona qarşı tendre,
həssas və şəfqətlidir belə deyək. Tanıdıq həssas, affektuöz və şəfqətli. D'accord? Burada nəyi izah eləmək istəyirdim? Hə, tanıdıqdan tanıdığa yaranıb. Affeksiyon, affektuöz bunlar da şeydir. Bir-birindən yaranan qohum sözlərdir. Jean est très fier de sa fille. Jean, fier, proud deməkdir. Proud of. Öz qızı ilə çox məğrurdur. Yəni ki, qızından fəxr edir. Qızından fəxr edir. Çox fəxr edir. Car çünki elle, yəni ki, onun qızı est devenue olub une grande avocate. Böyük bir avokat olub. Olmasaydı da fəxr edə bilərdi. Claire, mən öz rəylərimi arada saxlayam. Claire, bu kimdir bilmədik, est son collègue və onun kollegası Gianni, bunu Gianni oxuyacağım, İtalyanca yəni ki, belə oxunur. On sympathisait tout de suite. On sympathisait o demək ki, yəni ki, bir-birinə simpati duymağa başladılar. Bir-birini bəyəndilər də, yəni amma simpatiya kimi. Tout de suite, yəni ki, dərhal. Ils ne sont pas encore amis. Onlar hələ dost deyillər. Mais amma elle a, yəni Claire'in var de la sympathie pour lui. Simpatiyası var. Lui, yəni Gianni üçün. Elle le trouve, o onu hesab edir. Sempatik hesab edir. Sempatik yəni görünüşcə deyil bu. Xasiyyətcə sempatik, xoş insan, tatlı insan. En revanche, buna karşın, bunu nə deyir en revanche? Nevertheless kimi, bilməm. Sa collègue Frédéric, onun kollegası Frédéric, lui est très antipatik. Ona çox antipatikdir. Yəni ona çox antipatik gəlir. D'accord? Bu adjektiflə lui işlənə bilər, ha. D'accord? Məsələn deyirlər ki, lui dediyim yəni ki, bu tamamlıq əvəzlikləri də me, te, lui, nous, leur, nous, vous, leur. Bunlar işlənə bilər adjektiflə. D'accord? Məsələn deyirəm ki, il m'est difficile. Bu mənə çətindir. D'accord? Il lui difficile. Il lui est difficile. Bu ona çətindir. D'accord? Ona antipatik gəlir. Ona antipatikdir. Ona o təsir bağışlayır yəni. Elle, yəni o qadın kimdir? Claire ne lui inspire pas vraiment de la haine. Ona deyir nifrət oyandırmır. Inspire yəni inspire eləməkdə. Hə. Elle ne la est pas vraiment. Ona həqiqətən düzünə qalsa şey eləmir. Əslində nifrət eləmir. Mais du mépris. Ona bir mépris duyur. Mépris nə deyək? İkrah duyur deyə nə deyək? Mépris. D'accord? Onda o ikrah doğurur. Elle lui inspire bəsləyir deyə də nə deyək ona? Hə, ona mépris bəsləyir. Du mépris. Cümləni belə başa düşün. Elle ne lui inspire pas de la haine. D'accord? Elle lui inspire du mépris. Mépris bəsləyir ona qarşı. Claire la méprise. Claire ona méprise eləyir də, yəni bunu başa düşürsünüz, yəni ki, onu xoşlamır. Elle la trouve, o onu hesab edir. Frédéric, hə, burada qadın, okey, qadın Frédéric. Mən sənə yazanda kişi Frédéric olur. Frédéric Chopin kimi. Elle la trouve, o onu hesab edir. Bête, axmaq, et méchante, kobud hesab edir. L'autre jour, yəni başqa bir gün, yəni ki, bir gün, günlərin bir günü, Claire était très en colère, çox əsəbi idi contre Frédéric, Frédéric'a qarşı. Être en colère, əsəbi olmaq kiməsə qarşı. Se mettre-lə də işlənə bilər bu. Onda o demək ki, əsəbiləşmək bu hadisədir. Être en colère, amma durumdur, vəziyyətdir. D'accord? Voilà. Car, çünki elle est arrivée, o çatdı, en retard, işə çatıb yəni da çatıb, en retard, geç, à une réunion importante, vacib bir réuniona, yəni iclasa, sans même s'excuser. Même hətta deməkdir burada, sans s'excuser, yəni üzr istəmədən.
D'accord? Claire ne lui Claire ne peut pas lui faire confiance. Ona faire confiance güvenmek deməkdir. Trust. Ona güvenebilmir. Mathias ise est amoureux de Claire. Claire'e aşıktır. Mais Claire ne partage pas ses sentiments. Onun hislerini bölüşmür. Yani o sevmir. Elle ressent, o hissedir. Beaucoup d'amitié, çoxlu dostluq hisləri duyur, hissedir. Pour Mathias. Mathias için dostluq. Friendzone. Mathias. Geçmiş olsun. Elle aime discuter. O hoşlayır. Discuter eləməyi, yəni ki, müzakirə eləməyi, söhbət eləməyi. Aller au cinéma ou au restaurant avec lui. Onunla sinemaya, restorana gitmeye. Ils se voient souvent. Onlar tez-tez görüşürlər. Mais Mathias ne lui inspire aucun sentiment amoureux. Ama Mathias ona hiçbir sevgi sentimenti oyatmır onda. D'accord? Elle n'est pas attirée par lui. O onun tərəfindən cəlb olunmur. Yəni qadını cəlb eləmir. Elle n'est pas attirée. Qadın attracted olmur. D'accord? Par lui. Il, yəni Mathias, ne l'attire pas. Onu cəlb etmir. Attiré cəlb eləməkdir. Burada pasifdədir. Deborah plaît beaucoup à Bernard. Plaire xoşuna gəlməkdir. Deborah Bernard'a xoş gəlir. Please eləyir onu. Yəni ona xoş gəlir. Plaire feili. Bernard'a xoş gəlir. Bernard'ın xoşuna gəlir. Il, yəni Bernard, la, onu, yəni Deborah'nı trouve, hesab edir. Très sympa, çox sempatik. Très attirante, çox cəlb edici. Mais ama elle, qadın, Deborah, n'éprouve pour lui, onun üçün deyir, hiss eləyir ki, yalnız, ne kömünü bilirsiniz, yalnız nə? De l'indifférence, yəni ki, laqeydlik hiss edir ancaq. Elle n'a aucun sentiment, onun hiçbir hissi yoxdur. Kimə? Pour lui, onun üçün. Elle n'a pour lui aucun sentiment. Ona hiçbir hissi yoxdur. Valérie a écrit 2 livres. Valérie yazıb 2 kitap un an, bir ilin içində. Je l'admire, mən ona heyranam. J'ai de l'admiration pour elle. Mənim ona heyranlığım var. Je suis admiratif qadın dilində. Je l'estime, je l'estime beaucoup, mən onu yüksək qiymətləndirirəm. Apprécier də ola bilərdim. Ama estime daha çox istəyirəm. J'ai une grande estime pour son travail. Onun işi üçün mənim çox böyük estimim var. Yəni ki, une grande estime, yəni böyük bir yəni yüksək qiymətim vardı, ona qarşı yüksək dəyər verirəm falan. Estim ingiliscə desən 2 i ilə yaz, 2 i hərfi ilə yazılır. Yəni ingiliscədəki i hərfi. Vera n'a que des malheurs en ce moment. Vera'nın yalnız deyir malhörləri, bədbəxtlikləri, yəni başına gələn pis şeyləri var sadəcə hal-hazırda. Et malheureusement və bədbəxtlikdən, yəni unfortunately, son mari, onun əri ne lui manifeste aucun soutien. Ona heç bir dəstək, soutien dəstəkdir, soutenir, dəstəkləmək feilindəndir. Heç bir dəstək nümayiş elətdirmir, manifeste nümayiş elətdirməkdir. Manifestasyon sözü var, nümayiş, küçə nümayişi, etiraz. Je la plains beaucoup. Mən ona çox yazığım gəlir, plaindre feili. Elle est venue chercher un peu de compassion auprès de nous. O gəlib axtarmağa, yəni almağa, götürməyə un peu de compassion, biraz compassion. Bu da elə şəfqət deyə də, nə deyə buna? Compassion. Compassion. Yuxarıda deyəsən nəyə şəfqət demiş? Affection. Bu da yəni ki, yaxın şeylərdir. Auprès de nous, bizim yanımızda deyil, şəfqət, biraz şəfqət axtarmağa, yəni tapmağa gəlib.
Cette vieille femme, bu qoca qadın, cette vieille femme malade, bu qoca xəstə qadın, n'a personne, heç kimi yoxdur, pour l'aider. Ona kömək eləmək üçün, l yəni ki, ona la aider də elə. Elle me fait vraiment pitié. O mənə həqiqətən pitié edir. Yəni ki, mənim ona yazdığım gəlir kimi. D'accord? Pity ingiliscəsində də var da. Pour soi, özün üçün. Et pour ou pour les autres. Yoxsa veya digərləri üçün. J'ai réussi mes examens. Mən imtahanlarımı uğurla keçdim. Yəni ki, achieve elədim. Je suis content ya da contente ya da heureux, heureuse, xoşbəxtəm. Content, məmnunam, belə deyək. Heureux, xoşbəxt. Mes amis, dostlarım, ont réussi yəni achieve elədilər. Leurs examens, imtahanlarını keçdilər. Je suis content. Je suis heureux pour eux. Onlar üçün xoşbəxtəm. Özüm üçün ya da onlar üçün. Pour soi, özün üçün, pour les autres digərlər üçün. J'ai raté mes examens. İmtahanları fail elədim. Quelle déception. Yəni ki, bu necə bir disappointmentdir. Je suis déçu. Məyusluq. Mən məyusam. I am disappointed. Mon ami Juliette, mənim dostum Juliette a raté ses examens. İmtahanlarını fail elədi. Je suis déçu pour elle. Mən onun üçün déçüyəm. Yəni özüm üçün də, başqası üçün də eyni şeyi işlətmək olar. Tu pars en voyage en Thaïlande. Sən Taylanda voyage'a gedirsən, səyahətə, gəzməyə. Je me réjouis pour toi. Sənin üçün sevinirəm. O birisi səhifədə var idi bu. Se réjouir, sevinmək. Sənin üçün sevinirəm. Jules s'est mis à rire. Se mettre à başlamaq deməkdir. Gülməyə başladı. Pendant l'enterrement de Robert. Robert'in dəfni ərzində. O qəbir yasda falan gülmək tutmaq məsələsi. J'avais honte pour lui. Mənim ona utancım var. Onun üçün utancım var. Yəni ki, o demək ki, onun yerinə utanıram. Yəni ki, ondan utanıram falan. Ümid edirəm hər şey aydın oldu. Hər hansı sualınız olsa rəydə soruşa bilərsiniz. Bu videonu izlədiyinizə görə çox sağ olun.